Salam dəyərli izləyicilər. İndi sizə 6 aprel 2025-ci il tarixində Güvən Nəşrləri tərəfindən keçirilmiş 9-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının icazətini verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Onlayn və yeni şəkil hazırlar üçün 055 298 2689 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq ilk sualdan. İlk sualımız belədir. ABCD düzbucaqlısında C-yə tən bölən AB 5 cm və YD-AY fərqi 1 cm olarsa, AY-nin uzunluğunu tapın. AY-nin uzunluğuna x deyirik. Buraya x dedik. AY x-dirsə, buradan çıxır ki, YD olacaq x plus 1. Buraya x plus 1. İndi baxırıq. Düzbucaqlı olduğu üçün burada BCY bucağı ilə bucaq BCY bucağı bərabərdir bucaq CYD-yə. Daxili çarpaz bucaqlardır. Yəni mən bura alfa desəm, burada olacaq alfa. CY təmbilən olduğu üçün burada alfadır. Baxırıq ki, CYD bərabəryanlı düzbucaqlı üçbucaqdır. Bərabəryanlı düzbucaqlı üçbucaq olduğu üçün YD x plus 1-dirsə, CD də x plus 1-dir. Baxırıq, AB CD-yə bərabərdir. Yəni 5 bərabərdir x plus 1-ə. Burada x alınır 4. Yəni doğru cavab B variantı. 58-ci sual. Koordinat başlanğıcına nəzərən A-1 4 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Koordinat başlanğıcına nəzərən deyirsə, nöqtənin koordinatları işarəsini dəyişməlidir. X-i -1 isə, deməli x olacaq müsbət 1, y 4 olacaq -4. Yəni 1 -4. Doğru cavab D variantı. 59-cu sual. Koordinat oxlarını -2, 0, 3, 0, 0, 6 nöqtələrində kəsən parabolanın tənliyi aşağıdakilərdən hansıdır? Baxırıq ki, parabolanın apsis ilə kəsişmə nöqtələri biri -2, 0-dır, biri də 3, 0-dır. Parabolanın apsis ilə kəsişmə nöqtələri verilibsə, biz parabolanı y bərabərdir a vurulsun x çıx x1 vurulsun x çıx x2 şəklində axtara bilərək. Deməli, x1 -2-dir, x2 də müsbət 3. Yerinə yazsaq, y bərabərdir a vurulsun x plus 2 x çıx 3 olacaq. İndi biz burada a-nı tapmalıyıq. Baxırıq ki, parabolanın y ilə kəsişmə nöqtəsi də verilib 0,6-da. Yəni x-in yerinə biz 0 yazsaq, y olacaq 6. 6 bərabərdir. X-in yerinə 0 yazanda 0 üstə gəlir 2, 0 çıx 3 alınır. 6 bərabərdir. A vurulsun -6-ya, A da alınır -1. A-nın qiymətini gətirib burada yerinə yazsaq, y bərabərdir -x plus 2 x çıx 3-ə. Y bərabərdir -x plus 2-ni x çıx 3-ə vuranda x kvadrat çıx 3x üstə gəlir 2x çıx 6 alınır. Y bərabərdir. Mütərizəni açsaq, -x kvadrat üstə gəlir 3x çıx 2x üstə gəlir 6. Y bərabərdir. -x kvadrat üstə gəlir x üstə gəlir 6. Deməli, doğru cavabımız olacaq A variantı. 60-cı sual. Usta 54 detal hazırlanmışdır. Diagrama əsasən şagirdin neçə detal hazırladığını tapın. Baxırıq ki, usta detalların üstəki hissəsini görüb. Yəni, üstə bir hissəsini şagird görüb. Detalların sayına x desək, usta bunun üstəki hissəsini hazırlayıb. X-in üstəki hissəsi bərabərdir 54. Hər tərəfi 3-ə vursam, x vur 2 bərabərdir 54 vur 3. İndi isə hər tərəfi 2-yə bölsəm, burada 1, burada 27 alınır. Və buradan alınır ki, x bərabərdir 81. X-i tapdıq 81. Şagird də detalların 3/1-ni hazırlayıb. 81-in də 3/1 hissəsini tapırıq. 81-i 3-ə böləndə 27 düşəcək. Yəni doğru cavab olacaq A variantı.
şagird detalların 21'ini, daha doğrusu 27 dənəsini hazırlayıb. 61-ci sual. Düzbucaqlı koordinat sistemində A nöqtəsinin apsisini 9 vayd artırıb, ordinatını isə 12 vayd azaltsaq, yeni B nöqtəsi alarıq. AB məsafəsini tapın. Baxırıq. A nöqtəsinin koordinatları verilməyib. A nöqtəsinin koordinatlarına deyirəm A, B. İndi apsisini 9 vayd artırsam, olacaq apsisi A'dır. Olacaq A plus 9. Ordinatını 12 vayd azaltsaq, ordinatı B'dir. Olacaq B çıx 12. Bu da olacaq yeni B nöqtəsi. İndi bizdən soruşur AB məsafəsi. A nöqtəsinin koordinatlarına x1, y1, B nöqtəsinin koordinatlarına x2, y2 dediyimiz zaman iki nöqtə arasındakı məsafə AB məsafəsi olacaq. Kök altında x2 çıx x1'in kvadratı üstə gəl y2 çıx y1'in kvadratı. Bu bizə verir iki nöqtə arasındakı məsafənin tapılması. Ona görə yazsaq, düz tətbiq eləsək, AB məsafəsi olacaq kök altında. Deməli, x2 A plus 9. A plus 9 çıx x1 çıx A bunun kvadratı. Üstə gəl y2 B çıx 12 çıx y1 çıx B bunda kvadratı. AB məsafəsi bərabərdir. Kök altında A'lar islah olunur burada. A'lar sıfıra gedəcək. Qalır burada 9'un kvadratı. Burada B'lər islah olunur. Qalır mənfi 12'nin kvadratı. Bu da bərabərdir. 9'un kvadratı bizə verir 81. Mənfi 12'nin kvadratı bizə verir 144. Bu da bərabərdir kök altında 225. Buradan kök çıxır 15. Yəni məsafə olur neçə? 15'e bərabər. Altmış ikinci sual. Aşağıdakı nöqtələrdən hansı düzbucaqlı koordinat sistemində 4-cü rübdə yerləşir? Deməli, nöqtənin koordinatlarına x, y desək, x, y. 4-cü rübdə dediyi üçün 4-cü rübdə x müsbətdir, y mənfi. X müsbət. Buna görə A variantı, B variantı, Y variantı ola bilməz. Çünki A, B, Y-də x mənfidir. İndi C ilə D variantına baxaq. Y mənfi olduğu üçün D variantı ola bilməz. Ona görə cavabımız olacaq C variantı. X müsbət, Y mənfi. 63-cü sual. ABCD düzbucaqlı trapesiyasında AD 16 cm, CD 15 cm və BC 7 cm olarsa trapesiyanın sahəsini tapın. Biz bilirik ki, trapesiyanın sahəsi oturacaqların cəminin yarısı vur hündürlüyə bərabərdir. Oturacaqlar verilib 7, 16. Deməli, bizə nə lazımdır? Hündürlük lazımdır. C təpəsindən mən hündürlük çəksəm, C təpəsindən. Bura H deyirəm. BC 7 idisə, AH da olacaq 7. AH da 7. AD 16 olduğu üçün HD 9 olacaq. 9. Burada H deyirəm. Yəni CHD düzbucaqlı üçbucaqdır. Pifaqor teoremini tətbiq etsək, H kvadrat üstə gəl 9'un kvadratı bərabərdir 15'in kvadratı. H kvadrat bərabərdir 225 çıx 81. H kvadrat bərabərdir 144'ə. H bərabərdir 12. Hündürlük tapdıq 12. Saha S bərabərdir. Oturacaqları cəminin yarısı. Oturacağın biri 7'dir. 7. Digəri də neçədir? 16. 16. Bölü 2. Burasının hündürlüyü də 12. 7'nin 16'nın cəmi bizə verir. Bura bizə verir 23. 23. 2 ilə də 12 ixtisar gedir. Burada 1, burada 6. Və nəticə bizdə olur. 6 vur 23. Bu da olacaq 138. Yəni doğru cavabımız burada 138'ə bərabərdir. 64-cü sual. Çoxhəllisinin dərəcəsini tapın. Burada nəyə baxırıq? Çoxhəllinin dərəcəsini tapmaq üçün çoxhəllidə iştirak edən hər bir həllin dərəcəsini tapmaq lazımdır ilk öncə. Burada dərəcə 5'dir. Burada dərəcə 2'dir. Burada dərəcə 4'dür. Burada dərəcə 0'dır. Bir həllin dərəcəsi dəyişənlərin qüvvətləri cəmi deməkdir. Ona görə birincidə 5 yazdım, ikincidə 2 yazdım.
Üçüncüdə 4 yazdım. Dördüncüdə artıq dəyişən olmadığı üçün dərəcə 0-dır. Çoxhəllin dərəcəsi çoxhəldə iştirak edən ən yüksək dərəcəli bir həllin dərəcəsidir. Ona görə cavabımız olacaq burada 5. Ən yüksəyi 5 olduğu üçün cavab 5-dir. 65. Əkob 10A bərabər 2A olarsa, əbob 10A-nı tapın. Biz bilirik ki, əkob XY vurulsun əbob XY bərabər X-dən Y-in hasili. İndi X-imiz 10'dur, Y-imiz də A-dır. Yerinə yazsaq, əkob 10A vurulsun əbob 10A bərabərdir 10'dan A-nın hasilinə. İndi əkob 10'a bəlli 2A-ya bərabərdir. Bura 2A. 2A vurulsun əbob 10A bərabərdir 10A-ya. Burada A-lar ixtisar gedir. 10'dan 2 də ixtisar gedir. Burada 1, burada 5 və nəticə alınır. Əbob 10A bərabərdir nəyə? 5'ə. Yəni doğru cavab C variantı. Cavab 5'dir. 66-cı sual. Ədədlər sırasının ən böyük fərqini tapın. Ən böyük fərq sırada ən böyük elementlə ən kiçik elementin fərqidir. Baxırıq. Ən böyüyü burada 24'dür. 24. Ən kiçiyi isə 3'dür. 24'dən 3 çıxsaq, ən böyük fərq olacaq 21. Doğru cavab olacaq B variantı. 67-ci sual. A, B, C, D, Y nöqtələri diametri CD olan o mərkəzi çevrə üzərindədir. A, B, CD-yə paralel və bucaq CDY bərabər 2 bucaq ABC və DY qövsə 70 dərəcə. DY qövsə 70 dərəcə olarsa, AB neçə dərəcədir? AB qövsə neçə dərəcədir? Bizdən bunu soruşur. Burada nəyə baxırıq? Deməli, CDY bucağıdır. CDY bucağı 2 bucaq ABC bərabərdir. Yəni mən bura x desəm, bura olacaq 2x. Çünki ABC x deyəndə CD 2x şərti verir bizə burada. İndi baxırıq. CDY bucağı, yəni 2x çevrədə daxilə çəkilmiş bucaqdır. Bura 2x-dirsə, sökənli qövs daxilə çəkilmiş bucaq verilibsə, deməli onun sökənli qövs həmin bucağın 2 misli olmalıdır. Yəni bura olacaq 4x. Bunu bildik. İndi D-ni bizə verib 70 dərəcə. Burada 70 dərəcə. 70 dərəcə. D-yə qövsə 70 dərəcədir. İndi buradan nə görürsünüz? Buradan görünür ki 4x-imiz, yəni 4x üstəlik 70 dərəcə bərabərdir 180 dərəcəyə. Çünki CD diametrdir. Diametr çevrəni 2 hissəyə bölür. 180, 180-ə. Ona görə 4x-dən 70-in cəmi 180-dir. 4x bərabərdir 110 dərəcəyə. 2x bərabərdir 110-u 2-yə bölsə 55 dərəcə. Hər tərəfi 2-yə böldüm. Hər iki belə qalsın. 2x 55 dərəcə. İndi AB ilə CD vətənləri paralel olduqları üçün BD qövsü ilə AC qövsü eynidir. İndi AC qövsünə baxaq. Daxilə çəkilmiş bucaq x isə bura olacaq 2x. Bura 2x isə burada 2x-dir. 2x də tapılıb axı 55 dərəcə. Deməli bura 55, bura 55. 55, 55, 110. Deməli 180 olması üçün bura olmalıdır 70 dərəcə. Deməli AB qövsü olacaq 70 dərəcə. Doğru cavab D variantı. 68-ci sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə birinci kəsirin sürətdəki ifadələrini hesablayaq. 1/2-lə 1 üzərinə gəlməliyəm 1. 1/2-lə 1 üzərinə 1 gəldə 2/2-lə 1. 2/2-də 1. Bu da 2-də 5 deməkdir. 2-də 5. İndi isə 2-də 5-i bölməliyəm 3-ə. 2-də 5-i vurmalıyam 3-ün tərsinə. Yəni 3-də 1-ə. Olacaq 6-da 5. İndi 1/2-yi qarşı ədəddir. Yazırıq
3'də 5 şəklində. İndi isə 6-da 5-i bölməliyəm 3-də 5-ə. 6-da 5-i vururuq 5-də 3-ə. Burada 5'lər ixtisar gedir. 6'nın da 3 ixtisar gedir. 1, 2. Cavab olur 2'də 1. Doğru cavab A variantı. Yəni 2'də 1'ə bərabərdir. 69-cu sual. 1 kiloqramı 24 manata alınan kərə yağının 350 qramı neçə manata olar? 1 kiloqram 1000 qramdır. 1000. 1000 qramı 24 manatdırsa, deyir 350 qramı neçə manatdır? Düz mütənasib kəmiyyətlərdir, nisbət sabitdir. Ona görə yazırıq 1000 bölünsün 24 bərabərdir 350 bölünsün x-ə. İndi 1000 ilə 350 ixtisar olunur. 50 ixtisar eləsək, burada 7, burada isə 20. 20. Eyni zamanda 20 ilə də 24-ü 2-yə ixtisar eləsək, burada 10, burada isə 12. Çarpaz vursaq 10x bərabərdir 84. 84. X bərabərdir 84'ü 10'a böləndə 8,4. Yəni doğru cavab C variantı 8,4'ə bərabərdir. 70-ci sual. ABC bərabər tərəfli üçbucağında DY BC perpendikulyar, AD 4 cm, BY 6 cm, BY 6 cm olarsa YC-ni tapın. YC. Burada nəyə fikir verəcəyim? Bərabər tərəfli üçbucaqsa hər bir daxili bucağı 60 dərəcədir. Bura 60-dırsa, bura olacaq 30. 30. 30'un qarşısında mən bura A desəm, 30'un qarşısı A'dırsa, 90'ın qarşısı DC olacaq 2A. DC 2A'dır. Bərabər tərəfli üçbucaq olduğu üçün bütün tərəfləri bərabərdir. Ona görə yazmalıyıq ki, BC bərabərdir AC-yə. 6 plus A bərabərdir 2A plus 4'ə. Buradan çıxır ki, 2A çıx A bərabərdir 6 çıx 4'ə. A bərabərdir 2. A'nı tapdıq 2. Bizdən YC-ni soruşur. YC A'dır, o da 2. Doğru cavab A variantı. 71-ci sual. İfadəsinin qiymətini hesablayın. Bura nəyə baxırıq? Mən bura A desəm, köşdə 5'ə B desəm, alınır A plus B plusun A çıx B. Yəni A kvadrat çıx B kvadrat alınır. Ona görə yazırıq köşdə 2 plus köşdə 3'ün kvadratı çıx köşdə 5'in kvadratı. Bu da bərabərdir. 2 ifadə cəminin kvadratı. Birincinin kvadratı 2. Hadisənin 2 misli. 2 vur köşdə 2, vur köşdə 3. Üstəlik ikincinin kvadratı 3. Çıxılsın köşdə 5'in kvadratı da 5. Bu da bərabərdir. 2, 3'ün cəmi 5'dir. 5'dən də 5 çıxanda 0. Bunlar 0'a getdi. Və burada qalır köşdə 2'ni köşdə 3'ə vuranda köşdə 6. Onu da 2'yə vuranda 2 köşdə 6. Doğru cavabımız B variantı 2 köşdə 6'ya bərabərdir. 72-ci sual. Bir işi Vasif, Murad və Ceyhun birlikdə 6 günə bitirə bilir. Eyni işi Vasif və Murad birlikdə 12 günə bitirərsə, Ceyhun tək başına neçə günə bitirər? Deməli, Vasif, Murad və Ceyhun. X, Y, Z deyirəm. İndi deyir ki, bir işi Vasif, Murad və Ceyhun birlikdə 6 günə bitirə bilir. Vasif bir işi X gündədirsə, bir gündə işin X-də birini görəcək. Murad Y-də birini görəcək. Ceyhun da Z-də birini görəcək. Üçü bir yerdə 6 gündürsə, bir gündə 6'da 1 görəcək. Ona görə 1 böl X, 1 böl Y, 1 böl Z. Olacaq 6'da 1. Bunu yazdıq. Eyni işi Vasif və Murad birlikdə 12 günə. Vasif ilə Murad. Deməli, bizə 12 gündürsə, bir gündə 12'də 1 səsi gələcək. Deməli, 1 böl X ilə 1 böl Y-in cəmi olacaq 12'də 1. Yenə yazsaq, 12'də 1
Üstəgəl 1 bölü z bərabərdir 6-da 1. 1 bölü z bərabərdir 6-da 1 çıxılsın 12-də 1. 1 bölünsün z bərabərdir. 6-da 1 yazırıq 12-də 2. Çıx 12-də 1. 1 bölü z bərabərdir 12-də 1-ə. Z də bərabərdir 12. Deməli, Ceyhun tək başına bu işi 12 günə bitirər. 73-cü sual. Fx və gx funksiyaları verilib. Bizdən fc1 soruşur. Əslində bu 10-cu sinif mövzusuna aiddir. Deməli, əvvəlcə mənə lazımdır c1. c1. Bu bərabərdir. Gx funksiyasında x-in yerine 1 yazırıq. Olacaq 1'in kvadratı çıx 2. 1 çıx 2 olacaq -1. Bunu tapdıq. Gətirib burada yerinə yazsaq. Alınacaq f -1 bərabərdir. Burada da isə x-in yerinə fx funksiyasında x-in yerinə -1 yazmalıyam. 2 vur -1 plus 5. Bu da bərabərdir -2 plus 5. Bu da olacaq müsbət 3. Yəni doğru cavab burada müsbət 3-ə bərabərdir. 74-cü sual. Qabarıq 11 bucağının daxili bucaqların cəmi neçə dərəcədir? Qabarıq n bucağının daxili bucaqların cəmi n çıx 2 vur 180 dərəcəyə bərabərdir. N tərəf sayıdır. Tərəf 11 olduğu üçün 11 çıx 2 vur 180 dərəcə. 9 vur 180 dərəcə bərabərdir. 0. 9 dəfə 18, 162. Deməli, 1620 dərəcə olacaq. Doğru cavab. 75-ci sual. Ədəd oxu üzərində 2a çıx 1 ədədi hesablama başlanğıcından 9 vahid məsafədə yerləşir. A-nın ala biləcəyi qiymətlərin cəmi tapın. Hesablama başlanğıcı nə deməkdir? Hesablama başlanğıcı 0. Deməli, 0-dan 9 vahid məsafədə yerləşirsə, deməli, bu ədəd 9 ola bilər. Bir də -9 ola bilər. Ona görə yazırıq ki, 2a çıx 1 bərabər 9-a. Bir yazırıq ki, 2a plus 1 daha doğrusu minus 1 bərabərdir -9-a. Buradan 2a bərabərdir 10-a bərabərdir. A bərabərdir 5. Buradan 2a bərabərdir -8. A bərabərdir -4. A-nın 2 dənə qiyməti var. Biri 5-dir, biri -4-dür. A-nın ala biləcəyi qiymətlərin cəmini soruşur. 5 üstə gəlir -4. Nəticə olacaq müsbət 1. Yəni doğru cavab müsbət 1-dir. 76-cı sual. X bölü 3 çıx x plus 1 böyükdür -5 bərabərsi ödəyin. Ən böyük tam ədəd hansıdır? Burada bərabərsin hər tərəfini 3-ə vursam, x çıx 3x üstə gəl 3 böyükdür -15-dən. -2x böyükdür -15 çıx 3-dən. -2x böyükdür -18-dən. Hər tərəfi də -2-yə bölsəm, bərabərsinin hər tərəfini mənfiyə bölən zaman işarə dəyişir. Yəni x kiçik olacaq. -18-i -2-yə böləndə 9. 9-dan kiçik ən böyük tam ədəd 8. Yəni doğru cavab burada 8-ə bərabərdir. 77-ci sual. Tənliyi həll edin. Burada baxırıq, məxrəcdə 5 və 2 var. Hər birini 5-dən 2-nin əkobuna vuracam. Hər birini ona vursam, 2 vurulsun x plus 1. Üstə gəl 5x alınacaq. 5x bərabərdir 100. 2x plus 2 plus 5x bərabərdir 100-ə. Buradan alınır 7x bərabərdir 100 çıxılsın 2-yə. 7x bərabər 98. İndi isə hər tərəfi 7-yə bölsə x alınacaq 14. Yəni doğru cavab burada 14-ə bərabərdir. 78-ci sual. Tərəfləri nisbəti 13, 13, 24 olan 3 bucağın perimetri 150 cm olarsa, sahəsi neçə kvadrat santimetr olar? Deməli, tərəflər 13k, 13k, bir də 24k verilib. Perimetr tərəflərin cəmidir. Bunları toplansaq bizə verir 50k-nı. Verib 150-yə. Deməli, k neçədir? K alınır 3. K 3 isə deməli 39, 39 və olacaq 72 tərəflər.
Deməli, bərabər yanlı üçbucaqdır. 13, 13K və yaxud da 39, 39. Oturacağı da verib 72. Bərabər yanlı üçbucaqda təpədən oturacağa hündürlük çəksək, oturacağı yarıya böləcək hündürlük. Çünki bərabər yanlı üçbucaqda təpədən oturacağa çəkilmiş hündürlük həm mediandır, həm də tənbüləndir. Yəni, bura 36, burada 36. Burada deyirəm x hündürlüyə. Yəni, düzbucaqlı üçbucaqdan yazıram. X kvadrat üstə ilə 36-nın kvadratı bərabərdir 39-un kvadratına. X kvadrat bərabərdir 39-un kvadratı çıx 36-nın kvadratı. X kvadrat bərabərdir 39-dan 36-nın fərqi 3. Cəmləri isə 75-dir. 75. X kvadrat bərabərdir 3-ü 75-ə vuranda 225. X bərabərdir 15. X 15. Deməli, hündürlük tapdıq 15. Üçbucağın sahəsi. Üçbucağın sahəsi S bərabərdir AH böl 2. Bu da bərabərdir. Oturacaq 72. Oturacaq çəkilmiş hündürlükdə x tapmışıq 15. Deməli, 72 vur 15 bölünsün 2. Bu da bərabərdir. 72 ilə 2, 36. 36 vur 15. Bu da bərabərdir. 36-nı 15-ə vuranda bu da 540 alınacaq. Çünki 5 dəfə 36 180-dir. Yerdə 3 qalır. 3 dəfə 180 540. Doğru cavabımız 540-a bərabərdir. Yetmiş 9-cu sual. Qonşu bucaqların fərqi 30 dərəcədir. Bu bucaqlardan kiçik olanını neçə faiz artırmaq lazımdır ki, böyük bucağa bərabər olsun? Deməli, kiçiyə x desəm, böyük olacaq x plus 30 dərəcə. Çünki fərqləri 30 dərəcədir. Biz bilirik ki, qonşu bucaqların cəmi nədir? 180. Ona görə yazırıq x üstə gəl x plus 30 dərəcə bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 180-dən 30 çıxanda 150 dərəcə. X bərabərdir 75 dərəcə. Deməli, biri 75 dərəcədir, digəri də 105 dərəcədir. İndi 75-i neçə faiz artırmaq lazımdır ki, böyük bucaq alınsın? Baxırıq, 75-i artırmalıyıq, 30 dərəcə artırmalıyıq ki, 105 alınsın. İndi mən tapmalıyım ki, bu 30 dərəcə 75-in neçə faizdir? 30-u 75-ə bölürəm. Əvvəlcə neçə hissə olduğunu tapıram. 15-ə ixtisar olunur. 15-ə ixtisar eləyəndə 5-də 2 hissə. 5-də 2 hissəni də faiza çevirsək, olacaq 40%. Deməli, kiçiyi 40% artırsaq, böyük bucağa bərabər olacaq. 80-ci sual. Çevrənin diametrin ucları M7-9 və N-23 19 nöqtələridir. -15, 38 nöqtəsindən çevrənin mərkəzinə qədər ki, məsafəni tapın. İndi mənə lazımdır çevrənin mərkəzi koordinatları. Mərkəz koordinatları diametrin uc nöqtələri verildiyi üçün mərkəzin koordinatları olacaq diametrin uc nöqtələrinin koordinatları cəminin yarısı. Mərkəzin x-i olacaq diametrlərin uc nöqtələrinin x-lərin cəminin yarısı. Yəni 7 üstə gəl -23-ün yarısı. İlk olacaq 9 üstə gəl 19-un yarısı. Deməli, 7 üstə gəl -23, -16 yarısı -8, 9 üstə gəl 19 bizə verir 28 yarısı 14. İndi bizə nöqtədə, digər nöqtədə verib, buna da bir A nöqtəsi deyək. A nöqtəsi verib -15, 38. İndi bizdən bu iki nöqtə arasındakı məsafəni soruşur. Nəyə bərabərdir? AO məsafəsi bərabərdir. Kök altında x-lərin fərqi -15 çıx -8. Bunun kvadratı üstə y-lərin fərqi 38 çıx 14-ün kvadratı. Bu da bərabərdir. Kök altında -7-nin kvadratı üstə 24-ün kvadratı. -7-nin kvadratı 49, üstə gəlir 576. Bu da bərabərdir. Kök altında 625. Bu da bərabərdir 25-ə. Deməli, məsafə çıxır 25. Doğru cavab burada 25-ə bərabərdir.
81-ci sual və sonuncu sualımız. ABCD proqramında FK AD-yə paralel, BY 16, AF 18, KC 6, FY üstəgəl DK cəmini soruşur, nəyə bərabərdir? FY üstəgəl DK cəmi nəyə bərabərdir? İndi burada nəyə baxırıq? Burada. Deməli, bu bucaqla bu bucaq daxili çarpaz bucaqdır. Bu bucaqla da bu bucaq daxili çarpaz bucaqdır. Ona görə yazırıq ki, üçbucaq BYF oxşardır üçbucaq DAF. Yaza bilərik BY-nin AD-yə nisbəti, BY-nin AD-yə nisbəti bərabərdir YF-in AF-ə nisbəti. BY 16, AD 24 bərabərdir YF bilinmir. YF bölünsün AF. AF-də 18. İndi burada 16-dan 24 ixtisar olunur 8-ə. Burada 3, burada 2. Eyni zamanda 3-dən də 18 ixtisar olunur. Burada 1, 3 ixtisar olunur. Burada 1, burada isə 6. Buradan çıxır ki, YF bərabərdir 6 dəfə 2, 12. YF 12. Bunu da bildik 12. İndi KD-yə də X deyirəm. X. KD də lazımdır mənə. İndi burada nəyə baxırıq? Burada YC, FK, AD bir-birinə paraleldir. Fales teoremini yaza bilərəm. 12-nin 18-ə nisbəti bərabərdir 6-nın X-ə nisbəti. 6-nın X-ə nisbəti. Burada ixtisarlar gələcək. Burada 1, burada 2. Eyni zamanda burada 2-nin də 18 ixtisar gedir 2-yə. Burada 1, burada 9. Və buradan çıxır ki, X bərabərdir 9. X 9. X 9. Deməli, X nədir? DK. DK 9. DK 9. F-yə də 12. Bizdən soruşur 12 plus 9. Bərabərdir 21. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Onlayn və yeni şəkildə hazırlıqlar üçün 055 298 26 89 nömrəsində əlaqə saxlaya bilərsiniz.